Dünənləri sizə dedim. Bir daha video göstərmək istəmirəm. Dəyərli vətənlərim. Sadəcə İlham Əliyevin qaça-qaçı sata-satından danışacağım. Baxın. Sibriz effekt vermədi. Bakın oranı buranı bəzi yerdə sökürlər, şeyxlərə satırlar, yahudilərə satırlar. Bunu da bilirsiniz. İlham Əliyev Şamaxıya getdi fermer təsərrüfatına. Fermer təsərrüfatını gözdən keçirdi. Fermer təsərrüfatını da satırlar, içinin məhsulunu da satırlar. Artıq məhsul satılır. Bitti. Dalınlar. Bax, hər şeyi satan İlham Əliyev Qarabağ ətrafının heç 1% işləri tamamlanmayıbdır. Bir rayonda 1-2 qəsəbə tikərək, 100-150 kənd var. Qəsəbə tikərək, zaten o evlər yararsız vəziyyətdədir. Hamısı sökülməlidir. Yararsız vəziyyətdə sadəcə büdcəni talamaq məqsədilə eləyiblər. Təkcə İlham Əliyevin özünün iqtisadiyyatın dediyi 37-39 milyard Qarabağa pul xərclənibdir deyirlər. Amma bu büdcədən gedəndir. Amma siz ölkə vətəndaşlarısınızsa da bilirsiniz ki, ölkə daxilində, ölkə xaricində bütün iş adamları, bütün məmurlar, bütün eks məmurlar, ay ki, sıravi əskərinin 12 manat maaşından tutun, müəllimin, həkimin, gömrükçünün maaşından, işindən tutun, hamının pulunu yığırlar ki, Qarabağda təmir tikinti adı ilə. Bu günə qədər hamının pulunu yığırlar Qarabağda təmir tikinti adı ilə. Yaxşı, büdcədən 37 ya 39 milyard dediyiniz rəqəm getdisə, büdcədən və bu Qaraqura yığılan pullara getdi. Bunlar nə qədər puldur? Bütün xaricdə olan iş adamlarına tas kəsirlər. Ölkə gələn ölkədən buraxmırlar, Qarabağda təmir tikintiyə pul verməlisən. Hər nəysə, səsim necə gəlir yazın, xahiş edirəm adminlər. Deməli, dəyərli vətənlərim, indi isə hamınız bilirsiniz ki, orada alt yapı yox, üst yapı yox, kanalizasiyası yox, o su yox, bu su yox, iş yeri yox. Heç bir insan yaşayışına, yaşamasına aid olan heç bir şey yoxdur. Bunu siz bilirsiniz. Üstəlik, cəmi bir dənə ev tikiblər, o da mebeli göstərirlər, İlham gələndə bir-iki evə qoyub. İlham gedən kimi mebellər də gedir, ora gələnlər də gedir. Yağış yağır, kirişadan damır. Sel gəlir, sel aparır. Ev yox, beton yox. Görmürsünüz, bunların demək mənası yoxdur. Zaten də Qarabağa heç kimi buraxmırlar. Niyə görə buraxmırlar Qarabağa heç kimi? İndi onun nəticəsini görürsünüz, birazdan deyəcəm onu. Bir az sonra. Deməli, qardaşlar, bacılar, canlarım, ciyərlərim, uzun sözün qısası. Dünənlər göstərdim. Şirkətlər birlikdə səhra şəraitində şirkətlər texnikaları dayanacaq yeri kimi, duracaq yeri kimi, baxım yeri kimi səhra şəraitində saxlayır da. Bakıda kimdə öl, boks ola, qaraj ola. Baxın, İlham Əliyev ətrafı o qədər qaça-qaçdadır ki, baxın, bunların maşınları yuyub, təmizləyib, ora qoyub, leasingdən də satmaq olardı, daha baha qiymətə, daha gözəl, sərfəli. Amma elə deyil. 100 minlik maşını, texnikanı 30 minə satırlar. 200 minlik texnikanı 50 minə satırlar. Vallahi də, billahi də, dünənlərdə sizə göstərdim. Qarabağda işlər bitməmiş. Qırbasanı satırlar, beton fırlayanı satırlar. Mikserdi, nədir? Satırlar. Ay qardaş, nə bilimsə, pompanı satırlar, tırları satırlar, su maşınları satırlar, bütün hamısını satırlar. Minlərlə texnikanın hamısını satırlar. Mən başa düşmürəm. Bu Qarabağda iş qutardı mı ki, hamısını satırlar? Deyəcək qabil, biraz səbr edin, deyəcək. Birazdan erməniyə keçim, erməndən danışacağım, o da deyəcəm. Qadam izləyim, indi gördünüz mü nətəri satırlar? Dünən göstərdim mən. Hamısını satırlar. Mən bilirəm də, mənim adamlarım zadım. Mən orada əlaqələrim geniş adamım Qarabağdan. Mən bilirəm orada nə vəziyyət var. Mən bilirəm, cəmaatın maaşını aylarla vermirlər. Cəmaatın belini qırırlar. Cəmaatın pulunu kəsirlər. İşlədib sonra qovurlar. Texnikalar üzərindən, yanacaq üzərindən, hər şey üzərindən pul yeyirlər. Hər şeydən kəsirlər. İndi də İlham Əliyev Şamaxıya getdi. Fermer təsərrüfatına baxdı, dedi ki, ay, gün hardan doğdu, gün hardan doğdu, İlham Əliyev Şamaxıya getdi. Daha deyəsən, kənddə neft qaz azaldı, kənd təsərrüfatıyla məşğuldur İlham Əliyev. Sən demə, getdi o fermer təsərrüfatı buna məxsusdur ailəsinə. Getdi, baxdı, heyvanların kəsim komandasını verdilər, fermer təsərrüfatının satışını və salam, satışının göstərişini verdi, qutardı. İlham Əliyev sonuncu Qarabağa getdi, Kamaz verdi. Biz də deyirik, bu Kamazı niyə verdi? Sən demə, İlham Əliyevin ailəsinə məxsus bütün Qarabağdakı şirkətləri dağıdırlar və bir hissəsi özünün öydü. Bir hissəsi Erdoğanla şərik idi. Erdoğan çəkildi, payını aldı, çəkildi. İndi Qarabağdakı texnikaları, şirkətləri dağıdırlar, dəyərinə dəyməzdən satırlar. Həmən Kamazın birini İlham Əliyev güya ki, uşaqları sevir də. Bir uşağın fonunda güya bütün uşaqları sevir İlham Əliyev. Uşağa Kamaz gətirib verir, Kamaz. Deyərləmədən fikir verirsin. Belədirlər də bunlar. Bir yetimlər evini Mehriban Əliyev 10 il bundan qabaq gəzib, bir yetimlər evini, ya bir qocalar evini, bir nə bilim xəstəxananı sanki hər həftə Mehriban Əliyeva gəzirmiş kimi televiziyalarda reklam edirlər. Gəzirmiş kimi. Halbuki 10 il bundan qabaq gəzib, İndi sözüm indi ondan getmir, deyərləməkələ. Demək ki, bu Kamazlar, bu texnikalar hamısı sudan ucuz satılırmış. İnanın Allah'a 200 minlik texnika var ki, danışıq 40 minə, 30 minə dalmaq olar. 100 minlik texnikanı 30 minə deyirlər. Gedin aşağı salın 20 min alın. Bax deyirəm ha sizə. İndi mən bunu dedim, bəlkə bir balaca bezlərini yığalar. Amma İlham Əliyev hər şeyə cavab verəcək. Hər şeyi biz incədən incəyə incəliyirik. Nə Yahudi arxasındadır nə danışırsınız, nə Amerika durur arxasında, Britaniya kimsə. İlham Əliyevin arxasında duran ilə arxasını şey eləyəcəyik biz. Narahat olmayın ki, yox, o durubmuş, bu durubmuş. İndi İlhamın arxasında da danışacaq, narahat olmayın. Deyəmədən uzun sözün qısası.
İlham Əliyev daha Kamaz ərəfəsindən nə qədər qabaq Qarabağa getmirdi və sonra da heç görmədik onu. Vəssalam, getdi Qarabağdakı bütün hər yerə baxış keçirdi. Məsələn, daha yol çəkilməyəcək. Texnikalar bu şirkət satmağa. Qurtardı. Başqa hansı şirkət? Bu otelin tikintisi 15 günə də yekunlaşır. Qalay bunu da satmağa. Bütün şirkətlər, bütün Qarabağdakı texnikalar satılır. Bayram deyil, seyran deyil. Qarabağda heç görüləsi işlərin 2%-i görülməyib, 1%-i görülməyib. Bu texnikalar dədəsinin, babasının texnikalardır mı? Bu hamısı xalqımızın pulla alınan texnikalardır. Bu hamısı devlətə məxsus texnikalardır. Devlətin şirkətlərinə məxsus texnikalardır. İlham Əliyev bunu niyə satır? Keçək indi başqa məsələyə. Bu heç İlham Əliyev qaçır. Qarabağdakı texnikalar, getdiyi Şamaxıdakı fermalar, hər şeyi satır. Bundan qabaqda nə satırdılar? Qardaş, Sibrizdə tikilən evlərin çoxu satıldı. Şeyxlərə, ərəblərə, yahudilərə. Bəzilərdə pay verildi. Hani da evini görəməyirsiniz, eləmi? Ha, görəməyirsiniz. Leylanı gündə görürdünüz, ha? Son günlərdə, aylarda 2 dəfə ortaya çıxıb, elə Leyla. Bir də dünən paylaşıblar, eləmi? Alyona ilə bir yerdə. Hayır, narahat olmayın. Bunların kitab bağlanıb.